Gedirik şaseni götürməyə. Gedək şaseni götürək. Yayın gəlməsi ilə bağlı olaraq əziz dostlar, biz artıq shortik rejiminə keçmişik. Özümə Amazondan bir dənə shortik, bir dənə də, daha doğrusu 3 dənə də köynək zakaz elədim. Mən bu nə deyirlər buna, bu oversize deyirlər də. Oversize geyinməyi sevirəm deyə 3 dənə oversize köynək, qısa qol köynək. Bir dənə də shortik. Bir ədəd də shortik zakaz elədim. Rahatdır əslində. Bu gün ikinci gündür geyinirəm. Yəni evdə demək olar ki, bütün şortiklərim əlimə balacadır. Bir damcı kökəlmişəm, bir damcı. Ona görə həm köynəklərim, həm şortiklərim, hətta həm də şalvarımı təzələdim. Mavhetlərin Pavarodnikin o səsini niyə qoyurlar? Elə bil zibil daşıyan maşın dönür. Gedək görək velosipedimiz nə vəziyyətdədir. Dünənləri getmişəm velosipetin trosun dəyişmişəm. İndi bu velosipetin yox ha, o birinin. Normalda o ilə axşam evə onu ilə gedirdim. Götürürdüm garajdan düz evə kimi, o ilə gedirdim. Getdim gördüm, skors dəyişirəm, dəyişmir. Bir də baxdım, nə olmuş? Ay, bir də baxdım, trosu gül kimi belə açıb tros. Nə oldu qardaş? Ay qardaş, keçərik. Gül kimi açıb şey. Mən də məcbur da getdim, dəyişdim. 10 manat xərcim çıxdı. Tros, rubaşka, hamısını dəyişdim. Tros özümdə düzdür var idi. Rubaşkanı ama da sağ olsun dəyişdi. Buradan velosiped yol var, ona görə gözləyirəm buradan gedim. Əslində Azadlıq prospektinə gedəcəm. Ay, nə oldu sizə? Ay qardaş, nə olub? Ay qardaş. Az qalsın dava qırğın çıxırdı. Mili işləyir. Mili işləyir. Gedək görək. Dostlar, əziz dostlar. Siz dostlar deyəndə əsəbləşmirsiniz. Məsələn, mən sizə dostlar deyəndə belə sizə qəribə gəlmir. Qəribə gəlmir sizə. Buradan getməyək. Buradan Protev. Mən gör velosiped yoluna gedəcəydim, gəldim yenə Səməd Vurğuna. Bülbülə düşəcəydim, çaşdım Səməd Vurğuna getdim. Of. Belə işlər. Dayoğli. Ay, bu üstümə gəlir, ay. Ay, bu zalım üstümə gəlir. Buradan görək keçə biləcəyimi yolu? Keçərik. Sür. İmindi gəlib həmişə. Yağışına çatmalıyam da. Yağışının sönməyinə daha doğrusu çatmalıyam da. Bu təbibin burada idarəsi var. Daha doğrusu tibbi sığortanın. Ömür boyu da bu təcili yardım maşınları gəlirlər. Əvvəl vəbşə gəldilər şeydə saxlayırdılar. Düz velosiped yolunun üstündə. Sonra bilmirəm şikayət olduğunu, nə oldu? Sən indi bir ayağını qoyur velosiped yoluna, bir ayağını qoymur. Yəni də faktik olaraq velosiped yoluna. Oy da Borkun şeyinə bax. Cybertruck. Buradan keçə bilərik. Salamatı gözləyə svetofor yansın. Oy. Bork şey deyil, elektron sigaret. Məhəmməd başım çıxmır o qədər. Deyəsən elektron sigaret satır. Əslində elektron sigaretlər qadağan olunmuşdu. Mənim o qədər başım çıxmır qardaş oğlu. Mövzunu özüm açdım amma.
məktəblər bağlandı, ay Allah, canımız qurtardı. Daha doğrusu hələ bağlanmayıb tam, amma da paşda inanmıram bundan sonra hansısa uşaq dərsə gələr, gedər. Belə işlər. Bugün 3-cü gündür. Deməli, bu gündür, sabahda bir də biri gündür də dərs. O ilə bitir. Belə. Biz tez bazar keçərik əslində. Gözləsəm ki, gəlirəm, yağışının sönməyinə çatıram. İnnoteka. Motosikletlər də sən bizdən betər, bizdən çox sürürlər bu yolu. Bu motosikletlə demək olar, çox az hallarda çıxıram. Demirəm çıxmıram, amma çox ehtiyac olmadıqca ümumiyyətlə velosiped yolundan getməməyə çalışıram. Cərimə niyə ödəyim axı? 100 manat deyə cəriməsi. 100 manat. 100 manatı bugün bir günə qazanan nə qədər adam var ki? Bir günə də itirim. Neçəmiz bugün 100 manatı bir günə qazanırıq? Cavab verin. İnanmıram. Yəni... Necə? Nətərsə?